Atmosferdən deyəndə ki, bu neçənci illərdir keçirilir çempionat, sağ olsunlar, təşkil edirlər. Çox gözəl çempionat keçirilir, çox yüksək səviyyədədir. Güclü komandalar çoxdur. Biz də inşallah ki, yəni çempionluq oynayan komandayıq. Yaxşı nəticə əldə edə bilərik. Komanda da ki, formalaşır, təzə yığılmışıq düzdür, amma şükür Allaha məşqlər davam edir. Nəticə verər inşallah. Çox ciddi yanaşırıq, hər bir oyuna baxmayaraq, hansı rəqibdir, güclüdürmü, zəifdirmi, heç bir rəqibə zəif baxmırıq, çıxırıq, öz oyunumuzu göstəririk. Təəssüf bizim bugün biraz bəxtimiz gətirmədi. Əlbəttə ki, bizim üçün böyük bir, belə deyək də, böyük bir şansdır ki, uzun illər sonra yenidən Azərbaycan yığmasını dirçəldirik. Bizim baş məşqçimiz Emin Əliyev də bizə sağ olsun bu məsələdə dəstək olur. Əlbəttə ki, bizim rəhbərlik də bura əl qoyub, bizə dəstək olur, inanır bizə. Biz də çalışırıq, əlimizdən gələni eləyək. Oyundur, oyunla bağlı təəssüratlarımızı biraz üzgünlük var əlbəttə ki. Biz istəyərdik ki, yəni çox hazırlaşmışıq, istəyərdik ki, qalib gələk, amma müəyyən məsələlər var ki, hansılarda ki, bizim azca bəxtimiz gətirmədi. Müəyyən təşkilatçılara əlbəttə ki, müəyyən suallar var burada. Hansı ki, məsələn, bir dənə qol buraxdıq heç nədən. Yan meydançada fit çalındı və bizim oyuncular hamımız dayandıq ki, elə bildik ki, bizim meydançada bu fit çalınır. Rəqib komandada bundan istifadə elədi, qol vurdu. Əlbəttə ki, futboldur. Belə hallar olur. Biraz çaşqınlıq yarandı. Düşünürəm ki, inşallah gələcəkdə bu məsələlərə belə deyək də diqqət olunar, nəzərə alınar. Bəlkə də nəsə bir dəyişiklik olar, oyunların vaxtı ilə və yaxud məkanla bağlı biraz daha belə deyək də rahat bir şərait olar. Amma yenə də biz razıyıq. Ümumiyyətlə çempionat maraqlı komandalar var, çoxlu futbol simaları var. Yəni futbol aləmində tanınmış adamlar var burada. Bizim üçün də böyük bir şərəfdir ki, biz də öz yığmamızı belə bir maraqlı turnirdə təmsil edək. İlk öncə mən də sizi təbrik eləmək istəyirəm. Bayrama qaçıb, Ramazan bayramı, futbol bayramı. Bir komanda kimi artıq 3-cü dəfədir ki, bu yarışa qoşuluruq. İddialarımız hərəsi güclü bir komanda imici qazandırmaqdır. Yəni ki, bizdən güclü komandalar var, amma deyərdim ki, biz də zəif deyil. Artıq biz də gücləşmişik, yeni heyətimiz var. Bugünkü oyun gəlsə, komanda da güclü idi. Təşkilatçı nöqteyi nəzərdə nizamlı oyun oynayırdı. Amma belə götürək də biz daha güclüyük. Bu qədər. Oyun haqqında təəssüratlarınızı bölüşərsiniz. Oyun necə oldu? Oyun ilk öncə ağır gəldi bizə. Birinci dəfə idi. Biraz gərginlik vardı. Oyunçular arasında biraz anlaşılmazlıq çoxdu. Amma zaman-zaman komanda özünü toparlaya bildi. Qırmızı vərəqə almağımız var. Bəli, qırmızı almaq əsas oyunçularımızdan biri idi. Qırmızı almağı bizi biraz oyun tempimizi qırdı, dəyişdi. Çətin vəziyyət saldı. Ümumiyyətlə komandada zədəli falan belə hal necədir? Yəni hava ümumiyyətlə? Komanda tam heyətdə sağlamdır, yaxşıdırlar. Bircə çaşmamamız gələn oyunu yəqin ki, qırmızı alan oyunçu buraxacaq. Uğurlar arzu edirəm. Təşəkkür. Çox sağ ol. Təşəkkür. Sağ ol.